Azeri dilinin, Azeri demeyin. Azerbaycan dilinin. Azerbaycan Türkçesi deyin. Niye Azeri demeyeyim? Çünkü Azeri bambaşka bir şey oluyor. Türk dili Azerbaycan qanunvericiliyində 1918-ci ildə qanunda Türk dilidir. Azerbaycan konstitusiyası deyəlim də. Yəni Azerbaycan Cumhuriyyəti qurulanda Türk dili oluyor. 37-ci yıla qədər baxın Leninin belə dönəmində bu yenə Türk dili oluyor. Slavyan dilləri ilə yanaşı Türk dili oluyor. Amma 37-ci ildə Stalin dönəmindən sonra dənsə bu dəyişiklik əmələ gəlir və Azərbaycan dili olmuş oluyor. Bu səfər nə olmuş oluyor? Biz coğrafiyamızın ismini daşımış oluyoruz. Azərbaycanlılar və dilimiz oluyor Azərbaycan dili. 1991-ci ildə yenidən Azərbaycan Cumhuriyyəti qurulduğunda Sovet dönəmi dağıldı ya, 91-ci ildə yenidən Türk dili Azərbaycanda qanunu yəni biz də Türk dilli konuşan ölkə oluyoruz. Mən kəndimə görə bunu deyirəm. Ən böyük yanlış nədir? Biz Özbək deyirik. Yəni bu hepsi nədən öncədən dedim ki, bu bir siyasi şəcərədir. Yəni siyasətin bizi yönləndirdiyi, dünya siyasətin, təbii sadəcə Stalin deməyəcəm. Yəni bu imperializmin, İngilis qüvvəsinin bizi yönləndirdiyi qüvvələrin bizi bölmək üçün kullandıqları çox gözəl bir Özbək, Qazax, Qırğız. Halbuki biz Kaşgarlı Mahmud Əfəndini də oxuduğumuzda görürük ki, anladır bizə Türkün nə olduğunu, 20 boydan gəldiyini, Oğuzların 24 boyu olduğunu, Qıpçaqların nə bilim nə qədər boyu olduğunu və bunların bir dil, Türk dili, sadəcə ləhcələri farklı. Yəni bir ağacın budaqlarını zənn edin də, yəni budaq açmış, o budaqlardan Qazax, Qırğız, Özbək, Azərbaycan, Türkmən, yəni bütün bunları Başqırtlar, dediyiniz kimi Altayda yaşayanlar, hatta Qızıldərililəri belə. Mən bir dönəmdə çox ilgimi çəkdi. Qızıldərililərin əlifbasına və konuşmasına baxdım. O qədər türkçə söz var ki orada. Amma nə olmuş? Dünya siyasəti bizi bir-birimizdən ayırmaq istədiyi üçün hərəmizə bir ad qoymuş. Biz coğrafiyamızın adını daşımışıq. Özbəkistanda yaşayanlar Özbək olmuş, Azərbaycanda yaşayanlar Azəri nədənsə olmuş. Azəri ilə bizim heç bir ilgimiz yox. Biz türkük. Dilimiz də türk ağacından, bir budağından gələn bir qoldur.